təmizliyimizin 8-ci hissəsi başlasın. Gəlin sizə nə göstərdim. Yadınıza gəlir necə qara idi divarlar, patolog. İndi hamısı olub ağ. Bura fikir verməyin. Yenə də deyəcəksiniz, ay təmizlədin yenə belə. Təbii ki, indi bunlar hamısı bir-birinin üstünə yığılıb. Yəni yadınıza gəlir qara patolog. Sağ olsun. Royal gəldi. İşi gördü. Görün, hər şey ağappaq. İndi başlayacaq son təmizliyə. Dahi bugün sabah 100% final olacaq. Yenə deyirəm, belə əşyalara baxmayın. Yadınıza gəlir də bu otaq. Ağ günə çıxdı axır ki. Otaq nəm olduğundan yenə deyir. İstədiyimiz kimi təbii ki, bura rənglənmir, hopmur. Otaq nəmdir. Hələ neçə gün biz onu isidirdik. Yəni bu yazıq ev lap yaş idi da, nəm idi. Ona görə yəni olana baxana indi min şükür. Yəni görün necə gözəl. Divarlar ağ, hər şey ağ. İndi buraları başlayacağıq yığışdırmağa. Bugün sabah inşallah axır ki 5-ci gün final olar da уже. Buranı sildim. Bacardığım qədər sildim. Qaldı bu otaq qurumalıdır. Çünki pollar nəmdir. Bu otaqda özünüz görürsünüz, peç ateşini yoxdur. Bir dənə bu toklu peçini qoymuşam ki, yavaş-yavaş qurutsun. Dəhşət nəmişliydi buram. Amma axır ki, vay belə. Yenə deyirəm, bacardığım kimi sildim. Çünki elə yerlər vardı, artıq taxtaya hopub bu emulsiya. Mən tam çıxarda bilmirəm onları. Qaşıyanda da taxta artıq qırıq-qırıq olur. Özünüz görürsünüz, taxtalar hamısı nəmdir. Evin altı nəmdir. Ona görə bu otaq isinmək üçün bura vəbşə isinməlidir. Bu üçün vay belə. Sildik, təmizlədik. Gözləyirəm ki, bura qurusun ki, bura sonra əşyalar gətirə bilək. Sizə minimal gördüyüm işi görsədim. Artıq şkafımız təmizdir. Təmiz paltarlar şkafdan asılıb. Tak. Yataq dəstləri yuxarıda. Xanımın paltarları yuxarıda. İkinci polkada bu uşağın paltarları səliqəli yığıb. Bura desmalları yığmışıq. Bir-iki dənə. Bunu girək. Oy. Bunu gireyim, bura koymalıyım. Şimdi bunu da bura koyarım səliqəli. Tak. Yenə də deyirəm, arxa fona baxmayın, ha deməyin, çöklidir, nə bilim nə, təbii ki çöklidir, çünki biz hələ bura hindi köçürük. Biz deyəndə xanımı bura köçürdürük. Tak, bu alt geyimlərdir dayı. Belə, burada da geyim olacaq. Burada da kurtkalar asılıb. Baxın, görün. Baxın, feyziyab olun. Bu bizim pərdəmiz. Bu bizim şkafımız. Bu bizim yatağımız. Bu bizim otağımız. Hələ bugün birinci otağı göstərirəm sizə. Sabahları inşallah bütün otaqları düzəldib, bütün evi göstərəcəm. Bugün hələ ki bir dənə otaq. İşte bu gözə gəlməyək. Vay belə gözəllik necə də xoşumuza gəlir.